xeyirsiz. Elə salamdan qabaq istəyirəm elə birinci alqışlarımız bizim Tofiq Fazlıoğlu'nun rəhbərlik etdiyi İlay İnstrumental Ansambl üçün gəlsin. Təşəkkürlər. Xoş gördük hamınızı. Necəsiz? Həmişə əla olasınız. Öyrəşmişəm mən artıq tamaşaçılardan soruşanda necəsiz? Bax, bu işarəni görməyə alışmışıq. Həmişə bax, belə olasınız. Televiziya tamaşaçılarını salamlayıram. Xoş gördük hamınızı. Yenə də maraqlı mövzumuz var. Bugün sizinlə müzakirə eləyəcəyik. Həmin mövzumuzu təbii ki, qonaqlarımızın iştirakı ilə. Amma istəyirəm mövzumuz haqqında məlumat verin. Mövzumuz nədir? Sosial şəbəkələr. Sosial şəbəkələrdə belə deyək, yatıb qalxanlar, asıllı olanlar, bütün gününü, güzaranını, evliliyini, boşanmağını, hər işini sosial şəbəkə ilə həyata keçirənlər. Bax, bugün biz onlardan danışacağıq və təbii ki, sizin alqışlarınızla qonaqlarımızı dəvət eləmək istəyirəm studiyamızdan. Ölkə Az saytının jurnalisti İntiqam Valihoğlu'nu dəvət edirik. Buyursun. Sevinç Salihli, Medera Hospitalının həkim, psixologu, ailə eksperti. Aktrisa, aparıcı, mənim də elə yaxın rəfiqəm Təranə Əliyevanı dəvət edirik. Sırf işi gücü bax elə bu sosial şəbəkələrlə olan bloger Zöhrab Süleymanı dəvət edirik. Buyursun. Və daha bir qonağımız var. O da son vaxtlar sosial şəbəkələrdə yaman görüntülənir, öz-özün görüntülür. Bunu da birazdan müzakirə eləyəcək. Rəqqasə Aksana Rəsulovanı qarşılayırıq. Xoş gəlmisiniz. Hamınız xoş gəlmisiniz, xoş gördük sizə. Bugünkü mövzumuz eşitdiyiniz kimi sosial şəbəkələrdir. Qonaqlarımızın hamısının elə qonaqlar dəvət eləmişik ki, hamısının özünün yanaşması var sosial şəbəkələrdə, hərənin öz rolu var. Mən istəyirəm kimdən başlayayım? Bizim psixoloq xanımımızdan başlayayım. İlk olaraq soruşum ki, sizdən bu nədir? Asılılıq. Asılılıqdırmı? Ya nə bilim, necə ad vermək olar ki, səhər, gecə, gündüz yeməyini, içməyini unudanlar var. Bir də gör, saatlar keçib yemək yeməyib bu adam, amma sosial şəbəkələdir. Gözünü açır, yuxudan ilk olaraq bax, belə əlini telefona atıb internetə girənlər var. Bu nədir? Xəstəlikdir, nədir bu? Sosial şəbəkələr danılmaz faktor ki, artıq həyatımızın bir hissəsinə çevrilir. Yəni, bunu danmaq qeyri-mümkündür. Asıllıqdırmı, asıllıq deyilmi? Yəni, bu çox dərin bir mövzudur sonunda. İnsan kamil bir məxluqdur. Yəni, insan yaradılışdan kamil yaradıldı. Və sosial şəbəkələr, internetdir, məsəl üçün, telefonlardır. Bunların hamısını da sonunda insan özü kəşf edibdir. Və insanın həmin sosial şəbəkələrdən asılı vəziyyətə düşməyinin... Öz kəşf elədiyindən asılı vəziyyətdə qalır. Bəli, öz kəşf elədiyindən asılı vəziyyətə düşübdür. Amma sosial şəbəkələrin yaxşı cəhətləri də var, mənfi cəhətləri də var. Yaxşı cəhətlərini çox sadalaya bilərik. Yəni, burada oturan bizim qonaqlarımız da bilirlər ki, musiqilərə qulaq asmaq, dünya ilə yazışmaq, bəli, məlumatlanmaq, bütün alimlər, elm adamları, müəllimlər, həkimlər, müğənnilər, jurnalistlər, hamısı məlumatları sosial şəbəkələrdə paylaşırlar, oradan öyrənirlər. Gözəl cəhətlər bundan ibarətdir. Amma danılmaz faktor ki, asıllıq mövcuddur. Belə deyək də,
məsələn, psixologiyada, psixiatriyada, ümumiyyətlə dünya psixologiyasında sosial şəbəkədən asıllıq psixi faktor kimi qəbul edilməmişdir. Yəni xəstəlik kimi qəbul edilməmişdir. Ona görə də bugünkü gündə biz deyək ki, bu xəstəlikdir. Bu mənim tərəfimdən də düzgün olmazdı. Sadəcə olaraq həyatda zərərli heç nə yoxdur. Zərərli olan həcmdir. Həddir. Bəli, həcmdir, həddir. Bu Mendeleyev deyibdir dönəmində və biz özümüz də buna gəlirik. Daima filosoflar, alimlər, məsəl üçün ədəbiyyatçılar hər zaman deyiblər ki, hər şeyin çoxu insana ziyandır. Sadəcə olaraq sosial şəbəkələrdən ağıllı surətdə istifadə etmək lazımdır. Gəlin baxaq. Hamımıza aiddir də bu konsepsiya. Biz Instagram səhifələrində şəkillər paylaşmağı çox sevirik. Hamıya aiddir. Yəni paylaşmayan demək olar ki, çox az bir insan ola bilər. Yanınızda əyləşib hal-hazırda. Hə, baxın görürsüz. Bəli, yəni zaten hamıya aiddir bu. Bütün ziyalılar da şəkillər paylaşmağı sevirlər. Hətta həyatlarının hər bir dönəmini paylaşmaqdan zövq alan insanlar var. Harda yemək yeyirlər, harda dincəlirlər. Bilirsiniz bu nədən irəli gəlir? Bizim beynimizdə zövq alan, zövqə belə deyək, uyumlu olan hissə var. Yəni nələrdənsə zövq alan hissə. Bu hissədə olan informasiya çox yüngül olmalıdır. Yəni tez olmalıdır. Baxın, sosial şəbəkədə hara gedirik, telefon yanımızdadır, deyilmi? O telefonda şəklimizi qoyduq, paylaşdıq və dönəmində 2 dəqiqə müddətində belə hamının nəzər diqqətini cəzb eləyir. Görək nə qədər mənə layiq gəldi. Görək kimlər nə kommentlər yazdılar. Bunlar qədərindədir, amma mən bilirsiniz kimləri soruşuram. Hansıları ki, artıq orada yaşayırlar. Sosial şəbəkəsiz günləri yoxdur. Bu tamam başqa şeydir. Xəstəlik kimi vərdiş də deməzdim. Asılılıq, tamamilə asılılıq. Şəkil hamı paylaşır. Harasa getdi, şəklini qoydu. Amma bir də var ki, heç bu insan realda ünsiyyət qurmur heç kimdən. Qapalı özünə, real ünsiyyətdən qaçır, xoşlamır da heç, bəyənmir. Oturub sizinlə üzbəyə söhbət eləsin, xoş gəlmir ona. Amma məsələn, girib internet nəsinlə danışmaq ona xoşdur. Niyə? Çünki bunlar, bu insanlar, həmin ki, məsəl üçün o virtual həyat deyirik də biz ona. Virtual həyatını Bəli, virtualda olan insanlar sonunda çoxu 90% təcrid olunmuş insanlardır. Onlar birinci cəmiyyətdən qaçırlar, cəmiyyətdə qarmoniyada deyirlər. Onlar öz sözlərini deməyiblər. Onlar özlərinin kim olduqlarını hələ başa düşməyiblər. Ona görə onlar virtualda olduqları kimi də deyil, olmaq istədikləri kimidirlər. Bilirsiniz, qarşıdakı onu necə görmək istəyir? Həmin insan öz şuur altında özünü formalaşdırır ki, mən beləyəm, özü üçün yalançı bir obraz yaradır və bununla sosial şəbəkədə paylaşımlar etməyi sevir və bundan bəlli zövq alır. Əlbəttə ki, psixoloji durumda gərgin problemlər var və sonunda belə insanları analiz edərkən meydana çıxır, belə insanlar müraciət edirlər ki, məsələn, doktor, biz sosial şəbəkədə tamamilə başqa bir insanlıq da, yəni olduğumuz kimi deyil. Realda başqa bir insanlıq. Realda deyir, mən ünsiyyət yapa bilmirəm, heç kimdən ünsiyyət qura bilmirəm. Bəlkə bu utancaqlıqdan irəli gəlir, ola bilər? Tək utancaqlıq deyil. Sadəcə bilirsiniz nədən irəli gəlir? Mən deyim, yəni işləyərkən bu praktika nəticəsində bəlli olubdur. Bu ondan irəli gəlir ki, bir insanın içində müxtəlif insanlar var. Yəni biz heç birimiz bir insandan ibarət deyilik. Kamil insan bəs nədir? Kamil insan nədir? Baxın, kamil insan özünü bilən, duyğularını kontrolda saxlaya bilən, emosiyalarını kontrolda saxlaya bilən bir kəsdir. Və insan özü ilə qarmoniyada olanda, inandırım sizə, ünsiyyətə də uyğundur. İnsanlarla ünsiyyət etməyə də uyğundur. Sosial şəbəkələrdə olduğu kimi görünməyə də uyğundur. Yəni bu insan olduğu kimi görünə bilir. Yaxşı, mən sizin paylaşımlarınızla, dediklərinizlə razıyam. O paylaşımlar hissəsindən. Amma mən bax intiqamdan soruşmaq istəyirəm ki, bu paylaşım etmək, öz həyatını kimlənsə paylaşmaq başqa. Amma bir də var ki, həyatda heç bir şeyə bəzən nail olmayan insanlar da oturublar, monitor pəhləvanları deyirlər bunlara. Monitor arxasından çox böyük uğurlar qazanmış, çox bir şeylərə nail olmuş insanları tənqid edirlər. Əslində özü heç nə yoxdur, heç bir uğuru yoxdur, heç bir qazancı yoxdur. Amma ki, elə tənqid edir, elə təhqir edir ki, bu nədir? Niyə belə edirlər? Bax, siz bunlardan çox yazırsınız da. Əvvəla bir şey deyim. Azərbaycan nadir ölkələrdəndir ki, burada 10 milyon əhali var, arası 150 milyon profil var. Adama 10 profil düşür. Aha, onu da danışacağıq.
İndi bax Zöhrabdan maraqlansız bir 90, 80, 90 dənə bəlkə profil onda var. Çünki səhifə adı nədir? Hə. Adətən belə olur. Bu məsələ nədən qaynaqlanır? Və bir də bu sosial şəbəkədən istifadə məsələsi hər ölkəyə görə dəyişir axı. Məsələn, inanmıram ki, bir nə bilim İngilis tutaq ki, yaxud da bir İsveçrəli maraqlı görünsün ki, burada mən daha varlı görünüm, daha belə elitar, elegant falan. Amma bizdə bir kresloda hamı tapır, çəkdirir belə şəkil, sonra falan şirkətin rəhbəri falan. Həyatda tanıdığın adamdır da bu. İndi onu da tapmayan yolda bir maşındır da, indi kimsə qarajda saxlayıb, bir dənə çəkməni qoyum ora, belə bu kimi şeylər var. Məsələn, amma mən adam da tanıyıram ki, bəlkə də çox imkanlı bir adam da orada, amma hamı ilə ünsiyyəti var, heç orada onu şəxsən tanımayanlardan savayı heç kim də bilmir. Ki, yəni bu nə imkanın sahibidir. O ki, qaldı bu monitor pəhlivan məsələsinə. Məsələn, mən jurnalist yəni fəaliyyətinə məşğul olduğuma görə mənə daha yaxın məsələdir. Məsələn, bir çox hallarda yazılarımızla bağlı olur. Tutalım, hədə, təhdid xarakterli, bəzi hallarda hətta şantaj formasında. Bəlkə bu ondan irəli gəlir ki, bu sosial şəbəkələrdə heç bir qanunlar qoyulmur. Bəlkə ora bir qanunlar qoyulsa, nələrsə qadağalar qoyulsa, insanlar elə belə şeylər qanunların olmaz. əlindən o sosial şəbəkələrə qaçırlar. Onda daha çox maraqsız olur. Həyatda da qanunlar, qaydalar orada da. Burada biraz vicdan və biraz da etika, insanın özünün şəxsi mədəniyyət məsələsi var. Yəni mən burada məsələn yolu keçirəm, təyin olunmayan yerdən cərmələnirəm. Orada da belə insan, yəni fikir verin, son illərdə belə deyək də, adamların çoxu maraq xatirinə, ətrafdakı sıxıcılıqdan başını götürür, qaçır orada. Amma başını götürüb qaçır, mən oxuyuram. Niyəsə çalışırlar ancaq pisin yazsınlar. Çox yaxşı bir şey paylaşır kimsə, hansısa bir uğurunu paylaşır. Onu qoyurlar bir qırağa, nəsə bir detala, türklər demiş, takılırlar. Başlayırlar onu yıxıb sürməyə həmin adamı. Bilirsiniz niyə? Çox aqresivdirlər. Mən sizə indi bir şey deyim. Bax, yenə də mətbuatla bağlı. Mən yazsam ki, tutalım, aparıcı xəyalət, tutalım, filan uğuru qazandı. Paylaşıram yazını, 2 saat keçsin üzərindən, girin oxuyun, nə qədər orada oxucu var. Aparıcı xəyalə, məsələn, nə bilim, hansısa bir negativ bir xəbər, foto. Yarım saat bəs eləyəcək. Yəni, o oxunma sayı bir 10 dəfə fərqi olur. Deməli, burada təklif və tələb məsələsi var da. Yəni, məndən jurnalist kimi tutalım, nəyi tələb edirlər? Sosial şəbəkədə də bu tip statuslar daha çox bəyənilir, daha çox like qazanılır. Ona belə çıxır ki, gələcəkdə bizim reytinqlərimiz, meyarlarımız ancaq pislik üzərində qurulacaq. Zaten indidən artıq bu işartılar var, özdə əməlli başda. Məsələn, bir, yenə deyirəm, pozitiv bir xəbər çox nadir hallarda ola bilər ki, məsələn, uğur qazansın yəni sosial şəbəkədə. Baxın, son, Azərbaycanda sosial şəbəkənin bir həftə bir mövzusu olur, bir həftə bir. Baxın, son 1-2 ay xatırlayın, həftələrlə belə. Görün, orada bir pozitiv bir şey var idi. Mən, məsələn, birinin geyimi belə idi falan. İçimən qarışıq, mən də yazmışam. Yəni, mən demirəm, mən müqəddəs deyiləm, mənim də tənqid elədiyim ol. Amma bu heç olmasa mənim işimdir də, bununla bəhanə gətirə bilirəm. Amma məsələn... Onda hara gedir bu? Axırı hara gedir? Belə bir fikir formalaşır. Sosial şəbəkədən istifadə edirsə, nəsə belə falan və bu xüsusən biraz bölgə yerlərində olub. Mən bir neçə dəfə belə şeylərin şahid olmuşam. Şəkil qoymur filan və başlayır o formada kontakta girir, ünsiyyət. Ona görə, məsələn, bir də görürsünüz, 3 uşaq anası, ailəsini qoydu, qaçdı. Onları da müzakirə eləyəcəyik. Birazdan o mövzuların hamısına bir-bir toxunacaq. Mən Təranədən soruşmaq istəyirəm. Bax, Təranə, aktrisasan, aparıcısan. Axır vaxtlarda başlayıb sən bu sosial şəbəkələrdə dublyajların, videoların Aksana ilə birlikdə təbii ki. Yəni ki, xeyirli olsun. İntiqam elə danışır ki, görməyib. Görməmisən İntiqam? Belə rastıma çıxmam, yəni dedim xeyirli olsun. Hə, xeyirli olsun. Axırıncı olmasın, axarıncı olsun. Nədən irəli gəldi Təranə bu? Bu, haradasa reklam kimi mi yanaşdınız buna ki, biraz daha reklamımız olsun? Yoxsa hobbi kimi başladı, sonra asıllıq yaratdı? Əslində, hobbi kimi bəli yarandı, amma o da necə yarandı? Artıq qeyd elədilər, məndən qabaq danışdılar, dedilər ki, doğrudan da bütün günümüz demək olar ki, sosial şəbəkələrdə keçir və hətta evdə belə oturursan, məsələn, bir otaqda, o birisi otaqdan sənə yazılar ki, gəl, çayın soyudu. Olur. Yəni, belə şeylər də olur. Bəli, ona görə də, yəni, biz artıq sosial şəbəkədəyiksə, biz bunu niyə eləməyək? Yəni, vaxtımızı keçiririksə, pozitiv, negativ, nəsə paylaşırıqsa, günün bütün, yəni,
gündəlik rejimimizi, hər bir şeyimizi siz Paylaş. bayaq qeyd elədiniz ki, yeməyimizi filanı, yəni ki, nə yeyiriksə, nə içiriksə, bunları paylaşırıqsa, onda nəyə görə ki, biz öz məsələn maraqlı bir anlarımızı paylaşmayaq. Bir də görsən maraqlı bir dublyajlar çıxır. Biz dublyajları eləyirik və özümüz gülürük buna. Sonra paylaşırıq ki, bir cəmaət də gülsün. Təbii ki, o gülən adamlar arasında qeyd olunan həmin o yəni kommentlər var ki, hansılar ki, o sancırlar da adamı da istər-istəməz. Bu nədir? Özlərini nə günə qoyublar və s. və ilə axırda bu kimi sözlər. Amma onlar da olmasa... Bundan da betər yəni. Bundan da betər, bəli. Yəni, bunlar da olmasa maraq olmaz da. Yəqin ki, ortada. Özdə bilirsiniz necə, biz qalırıq bir qıraqda, kommentdə bir-birini qırırlar. Biri yazır ki, bu nə gündədir? O birisi də yazır ki, nə gündədir ki? Başlayırlar, o ona cavab verir, o buna Özdə bir şey cavab fikir verir. vermişəm, həmişə birinci status yazan qazandı. Ay, sağ ol. Birinci kim nə yazdısa, ucdan tutma hamı ona baxıb yazacaq. Heç olur ki, məlumatı açıb oxumur. Başlığın da jurnalistlər bilə-bilə bilmirəm, niyə belə eləyirlər? Başlığı tamam fərqli bir şey yazırlar. Heç içərdəki məlumata bir də görsən tamam aidiyyatı yoxdur. Heç açıb məlumatı oxumurlar. Başlıqdan tuturlar, getdilər. Bir-birinin ardıcan, bir-birinin ardıcan. Özdə qeyd eləmək istəyirəm ki, bax, Xəyalə bayaq qeyd elədi ki, yaxın rəfiqəmdir. Mən demək istəyirəm ki, Xəyalə özü çox belə gözəl istifadə eləyir. Sosial şəbəkələrdə demək olar ki, çıxmır. Özü də Xəyalənin paylaşdığı hər bir şey deyərdim ki, istisnasız olaraq pozitivdir. Və özü də pozitiv xanımdır, alqışlayalım. Başqa cür ola da bilməz. Ola bilməz. Buyur. Çox üzrüz. O qardaşı da bir alqışlayın. Vallahi əsas əziyyət ona düşür. O Hərdən birdən. Alqışlayın da bir qardaş. Özü vaxtın bilir ha, nə vaxt tutuzdurmaq lazımdır. Aha, o sizin sözlərinizə biraz da belə qüvvət verir. Aksana, bax necə qarşıladılar? Yaxınların deyək, həyatənmi deyək, bu videoları necə qarşıladılar? Dedilərmi ki, sənə lazım idi bu, belə bir şey var, yoxsa hamı bəyəndi? Deyim də sizə xeyli, deməli, birinci mən çox gözəl ansamblı salamlayıram, təşəkkür edirəm, tamaşaçılar salamlayıram, çox sağ olun, gəldi, sağ olun. Xeyli, çox sağ olun. Bir içində ilk dəfəm xeyirli uğurlu olsun inşallah. İnşallah. Birisiz necədir? Yəni burada belə bir şey var da. Təbii ki biz tanınmış sima olaraq, yəni mənim fanat demək istəməzdim. Yəni izləyicilərim var, məni sevənlər var, mənə pərəstiş eləyən var və eləməyənlər də var. Amma ki birisiz mən heç vaxt kompleksdən belə Kompleksin yoxdur. Yox, mənim kompleksim yoxdur. Nəyim var, odur. Bu bir, ikincisi də ki, deməli, əgər mən rəqqasədən də əlavə mənim peşəm həm aktyorluqdursa, niyə də yox? Biz bunu eləyəndə, məsələn, mən nəinki Tərani ilə biz eləyib, deyəni ki, daha çox dubsmaşdan bizim dublyajlarımız Tərani elədi. Çünki tandemimiz çox yaxşı tutur, həm də yaxın rəfiqi başa düşürük bir-birimizi. Amma bizim ayrı dublyajlarımız da var, məsələn, dostlarımla falan. Mən heç vaxt qaçmamışam ki, ay bu nədir? Окей, Google, найди мне кого-нибудь, кто круче меня. Никого не найдено. Davam edəcəyik söhbətimizi reklamlardan sonra. Aksana. Sizinləyəm.